Qəlb Allah Taala'nın məskənidir, Allahın hərəmidir. Sən Allahın verdiyi bu dillə Allahın evini yıxırsan və üstəgəl deyirsən ki, Allah Taala günahlarımızı bağışlasın. Təxliyə və təhliyənin əxlaqda rolu barəsində danışardınız. Mərifət yəni Allahı tanımaq və Allahı həyatında daim canlı olaraq görmək. O zaman insan günah eləməz. Yəni daim bilməlisən ki, məni Allah yaradıb, mən Allaha görə işləməliyəm. Hətta bəzi rayonlarda tövbə sözü bir ləhcə kimi leksikondadır. Məsələn, nəsə olur deyir, tövbə, estağfurullah. Görürsən ki, xəsissən, o qədər xərclə özü səxavəti öyrət. Allah Taala məni yaradıb, məndən nələrsə istəyir, amma mən Allahın dediyi yolda olmamışam. Əgər bütün işlər Allaha görə olursa, yeməyi də savabdır, yatmağı da savabdır, uşağı ilə oynamağı da savabdır. Tövbə tamamilə Allaha tərəf dönməkdir. Mən bu günə qədər yaşadıqlarımdan dönürəm, Allaha da ilahi həyat yaşayacağım. Bismillahirrahmanirrahim. Hər vaxtınız xeyirli olsun. İlahi Əxlaq proqramının ikinci buraxılışında hər birinizi xoş gördük, dəyərli tamaşaçılar. Təbii ki, yenə dəyərli ruhanimiz Seyid Mülkəzim ağa bizimləndir. Salamlayırıq sizi bir daha. Aleykumussalam və rəhmətullah. Mən də sizi və tamaşaçıları salamlayıram. Hazır keçən buraxılışda toxunduq əxlaq nədir? Əxlaq insanı insan etmək üçündür. İstəyərdim bu səfər təxliyə və təhliyənin əxlaqda rolu barəsində danışardınız, zəhmət olmasa. Təşəkkür edirəm. Bismillahirrahmanirrahim və bihi nəstəin və huvə xeyru nasirən və mu'in. Əvvəlcə təxliyə və təhliyə barəsində danışaq ki, tamaşaçıların məlumatı olsun, nədir bu? Allaha gedən yol irfanda, deyək də, irfanda. Seyr-i suluk. Allaha gedən yol 3-də deyirlər, 4-də deyirlər. 4 bizə aid deyil, 3-dür. Yəni 3 səfərə insan Allaha gedir, fənafillaha gedir. O 3 səfər ibarətdir, birincisi xəlqdən həqqə, yəni insanların içindən Allahın yanına. Bu çətin mərhələdir bir dənə, çox çətin mərhələdir. İnsanların içindən Allaha. İkinci mərhələ həqqdən xəlqə, yəni orada təzədən məxluqun yanına gəlirsən. Üçüncü mərhələdə xəlqdə həqqlə, yəni xəlqdən həqqə, həqqdən xəlqə, xəlqdə həqqlə. İkisi də çox ağır mərhələlərdir. Böyük əxlaq ustadları deyirlər ki, demək olar ki, insan bu mərhələlərin hər biri üçün, hər birini qət eləməkdən ötürü ömür xərcləməlidir. İnsanın ömrü çatmaz buna. Əgər Allah Taala bəzi zaman və məkanlarda xüsusi ehtiram, xüsusi sıçrayış qoymasa, demək olar ki, çatmaq mümkün deyil. Çünki insan ömrü çatmaz. O zaman və məkanda, məsələn, Ramazan ayı kimi ki, orada məsələn bir gün var, 1000 aya bərabərdir, 1000 aydan əfzəldir. Və yaxud indi üzümüzə gələn Ərbəyin ziyarəti ki, insanı sıçrayışla Rəbbinə tərəf aparır. İndi necə aparır, o başqa bir dənə verilişin mövzusudur. Biz əxlaqdan danışırıq. Zamanda və məkanda Allah Taala xüsusi sıçrayışları qoyub, ona görə insan çata bilir. Yoxsa ömür xərcləyib çatmaq mümkün deyil demək olar ki. Çox çətin mərhələlərdir. Hər bir mərhələ üçün bəlkə də 40 il, 50 il insan ömür xərcləməlidir. 3 mərhələnin ikisini barəsində danışmıram, elə birinci mərhələsinin barəsində danışıram, yəni xəlqdən həqqə. 7 dənə mənzili var. 7 mənzil getməlisən ki, birinci mərhələni qət eləmiş olasan. O 7 mənzilin birincisi ibarətdir ayıqlıq. İnsan ayıq olma. Ayıqlıq yəni necə? Yəni daim bilməlisən ki, məni Allah yaradıb, mən Allaha görə işləməliyəm. Tutalım, mən evdən tutub durub bura gələnə qədər niyyətim nə idi? Gedim, yaxşı danışım, cəmaatın xoşu gəlsin. Bu batil bir dənə əqidədir. Nədir? Mən gedirəm, Allah sözünü deyəcəm, qürbət elə Allah. Ayıq olmalıyam ki, bu niyyətdən dönməyim.
ümumiyyətlə bütün işlərimi Allaha görə görüm. Gedirik bazara, görürük ki, bir dənə əlsiz, ayaqsız var, əl açıb bizə. Ürəyimiz yanır. Çıxardıb 20 qəpik verir. 20 qəpik niyə? Çünki cibimizin ən aşağı pulunu veririk də adətən Allah yolunda. Əlbəttə onu deyim, Allah üçün də fərqi yoxdur. Bizim fətvalarımızın Allahın fətvalarının arasında fərq var. Yəni odur ki, biz elə bildik ki, məsələn, kim çox verir, o Allah yanında daha əzizdir, kim az verir, daha əziz deyil. Elə deyil. Allah Taala'nın nəzərində fərqi yoxdur. 10.000 verənlə 1000 manat verənin arasında, 1 manat verənin arasında fərqi yoxdur. Necə fərqi yoxdur? O 10.000 verən milyonu var. Milyonda 10'unu verir. Amma 20 qəpiyi verən adı cibində 1 manat var, 15'dən birini verir. Deməli, o birisindən çox verdi də. O mənada. Bəli. İndi görürük ki, bir dənə fəqir var burada. Ürəyimiz yanır, çıxardıb ona 20 qəpiyi veririk. Bu ilahi bir iş olmadı. Ayıq olmalıyıq ki, bunu qürbətən ilə Allah verək. Ürəyimizi soyutmaq üçün verdiyimiz şey ürəyimizi soyudur. Amma o savab ki, qürbətən ilə Allah gətirirdi, ora gətirib çatdırmır. O qədər deyil. Demirəm savab deyil, savabdır. Amma o qədər deyil. Gərək insan ayıq olsun, bütün işlərini Allaha görə eləsin. Əgər bütün işləri Allaha görə olursa, yeməyi də savabdır, yatmağı da savabdır, uşağı ilə oynamağı da savabdır. Hər bir işi savabdır. Niyə? Çünki ayıqdır bu adam. Bilir ki, mən bütün işləri Allaha görə eləyirəm. Allah deyib uşağı vəzizdə, mən uşağı əziz deyirəm. İmam Musa Kazım əleyhissalamla da zahirən yadımda belə qalıbdı ki, hər kəs məhəbbətlə uşağını öpərsə, övladını, 500 il ibadətə bərabərdir bunun savabı. Əgər xanım kişisinə qulluq eləyir, bir stəkan su gətirir, məhəbbətlə ona baxıb suyu verirsə ona, 500 il ibadətin savabını aparır. Görün, Allah Teala ailəyə nə qədər dəyər verir ki, bu şeyləri ailə barəsində deyib. Yəni, insan qürbətən ilə Allah eləyərsə bu işləri. Yoxsa xanım, məsələn, mənə 583 problu üzüyü alsın deyə gətirib suyu verirsə da onda o savab yoxdur ki. Savabı var, amma o savab yoxdur. Bu savab ancaq mütərəddibdir. Bu savab ancaq verilib ki, qürbətən ilə Allah eləyəsən bu iş. İnsan ayıq olmalıdır. Birinci mənzil budur. Ki, insan ayıq olmalıdır, bilməlidir ki, mən Allaha tərəf gedən yolda addımlayıram. İkinci mənzil tövbədir. Tövbə budur ki, yəni ayıq olandan sonra tövbə gəlir. İnsan bilir ki, mən, Allah Teala məni yaradıb, məndən nələrsə istəyir, amma mən Allahın dediyi yolda olmamışam, onların hamısından tövbə eləyir. İndi bizdə adət biraz başqa cürdür. Bizdə deyirlər ki, məsələn, mən siqaretə tövbə eləmişəm. Tövbə tamamilə Allaha tərəf dönməkdir. Seçim deyil. Mən bu günə qədər yaşadıqlarımdan dönürəm, Allaha da ilahi həyat yaşayacağım. Hətta bəzi rayonlarda üzr istəyirəm, tövbə sözü bir ləhcə kimi leksikondadır. Məsələn, nəsə olur deyir, tövbə, estağfurullah. Və yaxud da and yeridir. Üçüncüsü təqvadır. İnsan 2 mərhələni keçəndən sonra təqva mərhələsinə yetişir ki, yəni təqvanı özündə əks elətdirməlidir. Təqva nədir? Təqvanın içində 5 dənə mərhələ var. Onun birincisi mərifətdir. Mərifəti də bizim dildə çeviriblər başqa cürlə. Məsələn, mən o gün ət almaq istədim. Qəssab oğluna tez dedi ki, gördü ki, baxıram mən, o da yaxşı kəsə bilmir əti. Əgər oradan mərifətli bir dənə bıçaq gətir. Mərifət. Yəni, mərifət Allahı tanımaq və Allahı həmişə öz həyatında canlı olaraq görmək, bilmək. Təqvanın birinci mərhələsidir. Daim qədimdə bizə sual verirdilər, ağsaqqal kişilər. Deyirlər ki, sənə bugün nə lazımdır? İnsana hər gün ilk nə lazımdır? Qəşəng sualdır da. Öyrəşmişdik, artıq demişdilər, öyrənmişdik. Cavab verəndə ki, mərifətullah. Deyirdi, əhsən. Hələ bir dənə dondurma da alıb verirdi adama. Yəni, o qədim kişilər yetişdirirdi adamı. Allah şünaslıqda, Allah tanımaqda yetişdirirdi adamı. Məsələn, sizə rast gəlməyib, biz o yaşlı adamları görmüşük də. Birinin adı Məhəmməd olanda, bu Peyğəmbərdən həya elirdim onun adını çağırmağa. Adı gözəl deyirdi.
Deyir, adı gözəl. Yəni, elə insanlar da dini gətirib çatdırıblar bizə də. Bəli, birinci mərhələ mərifətdir. Mərifət yəni Allahı tanımaq və Allahı həyatında daim canlı olaraq görmək. O zaman insan günah eləməz. Əgər bilsə ki, Allah mənə nəzarət edir, daim mənim yanımdadır, daim mənə nəzarət edir, kontroldayam, o insan günah eləməz ki. Kiminsə xətrinə dəyməz ki. Xətrə dəymək elə adi bir şey deyil də. Bizdə indi deyirlər, bu da əxlaqsızlığın nümunəsidir. Mən gedib filankəsin üzünə deyərəm bu sözü. Nə qədər həyasızdır ki bu adam. Deyir, gedib onun üzünə deyərəm bunu. Bu həyasızlıq da son dərəcə. Yəni, o şeydən ki, o adam çəkinir. Sən bilirsən ki, mən üzünə desəm çəkinəcək, utanacaq. Və cəmaatın da nəzərdən düşəcək. Amma həyasızcasına deyirsən, mən gedib üzünə deyəm. Əgər buraxsan, gedib deyəcəkdir üzünə. Bu, son dərəcə insanın həyasızlığıdır da. Əxlaq nümunəsi deyil bu. Əxlaqsızlıqdır. Təklikdə demək olar, eybi yoxdur. Onu çəkindirməkdən ötürü, məhəbbətlə demək olar ki, bunu eləməsin yaxşıdır. Yoxsa onu vurmaqdan ötürü eləmək, bu son dərəcə həyasızlıqdır. Bəli, son dərəcə həyasızlıqdır. Gedərəm deyir, onu məsələn, üzünə deyərəm bu şeyi. Amma daim Allahı öz yanında, özündə hiss eləmək insanı günah eləməyə qoymaz. İnsanı qoymaz ki, kiminsə xətrinə dəysin. Bu qəlb Allah Taala'nın məskənidir. Qəlb. Allahın hərəmidir. Əl-qəlbə hərəmullah. Bu qəlb Allahın hərəmidir. Bu dil Allah Taala'nın sözlərini çatdıran və sözlərini zikr elətdirən bir şeydir. Sən Allahın verdiyi bu dillə Allahın hərəmi olan qəlbi dağıtsan, yəni Allahın evini yıxırsan. Mənası o da, Allahın evini yıxırsan və üstəgəl deyirsən ki, Allah Taala günahlarımızı bağışlasın. Yıxdın da evini dağıtdın onun, deyirsən ki, günahlarımızı bağışlasın. Sən bir dənə qəlbi yıxdın. Onu diriltmək mümkün deyil. O qəlb ki yıxıldı, o qəlb ki qırıldı, ömrün axırına qədər onu kleyləsin, neyləsin, əvvəlki halında olmayacaq o. İsti dəyən kimi atacaq, təzədən başlayacaq su verməyə, nəmi soyuq olan kimi atacaq. Ardı bir dənə stəkanı kleylə necə olur? Qəlb də olacaq. O da Allahı canlı olaraq özündə, öz həyatında tətbiq eləmək. Buna deyilən mərifət. Təqvanın mərhələlərini danışırıq biz. Birincisi mərifətdir. İkincisi hicrətdir. Hicrət bu da insan Allahı tanıyandan sonra, Allah qanunlarını, Allah adət-ənənələrini vərdiş eləyəndən sonra artıq bu cəmiyyətin içində qala bilməz. Cəmiyyətin içində qalsa, cəmaat buna pis baxacaqlar. Necə ki, indi təqvalılara pis baxırlar. Təqvalı olmayanlar, belə deyək, qıraqdan gəlmə adətlər, orijinal adətlərə meydan oxuyur. Təqva orijinal adətdir. Təqvasızlıq qıraqdan gəlibdir də, orijinal deyil, qazanılmadır. Amma təqvasızlar təqvalılara meydan oxuyurlar. İnsanın orijinal istəkləri var, ehtiyacları var, qeyri-orijinal ehtiyacları var. Məsələn, yemək, içmək, yatmaq bu insanın orijinal ehtiyaclarıdır. Düzdür? Amma siqaret çəkmək orijinal ehtiyac deyil ki, sonradan yaranan vərdişdir. İnsan orijinal ehtiyacları üçün heç kəsə ağız açmır. Amma sonradan gələn vərdişlər üçün ağız açır. Sonradan gələnlər insanı daha tez bürüyürlər. Daha tez əhatə edə bilirlər. İndi bir insan ki, Allahı tanıdı və cəmiyyətin içindədir, cəmiyyətin adət, ənənələri buna mane olur. Bunun ayağını bağlayır, Allaha tərəf getməyə qoymur. Nə etməlidir bu? Hicrət etməlidir, köçməlidir bu. Mənəvi cəhətdən köçməlidir, ya. Belə deyək, köçməlidir, oradan çıxıb getməlidir Kanadaya, yox. Mənəvi cəhətdən köçməlidir. Buna deyirlər hicrət. Yəni, insan bu yolda hicrət edir. Gedir Allaha sarı. Simasını dəyişir. Bir də görsən ki, bir insan saqqal saxladı. Əvvəlki o tünd xasiyyətləri yoxdur. Gözü daim gülür. Salam verəndə əlin qoyur. Əleykumussalam, ehmalca filan. Baxıb görsən ki, bu insan dəyişir də gözümüzün qabağında. Deməli, bu hicrət edir. Bu hicrət də asan bir şey deyil. Elə belə Allahdan buyruq, ağzıma quyruq deyil ki, insan çöndü, başladı. Yox, belə deyil.
Çox çətin mərhələdir. Bu cəmiyyət adət-ənənələri insanı bağlayır, ayaqlarını bağlayır, cidarlayır. Bundan ötürü nə lazımdır? Sürət lazımdır. Üçüncü mərhələ sürətdir. Dördüncü mərhələsi sibqətdir. Sibqət yəni ötmə. Bu ötmə cismani şəkildə olanda, bu dünyada olanda olur maniə. Ötəndə stresi var, qabaqda gələn maşın var, vura bilərsən filan. Birisi Quranda iki dənə kəlmə var. Biri təkasür, biri kovsər. Təkasür insan belə deyək, təkəbbür eləyəndə, başqasının özünü tərif, fəxr, iftixar eləyəndə çoxluğu ilə fəxr eləyir. Biz çoxuq, mənim əmim, Kərbalaya əmim var idi, Hacı dayım var idi, nəm kimlər var idi. Hətta qəbristanlığa gedir ki, bu mənim dayım idi, 4 dəfə Kərbalada olub, nə bilim, filan. Bu özünü onlarla özənir onlara. Yəni ki, mənim dayım Kərbalayıdırsa, deməli mən yaxşı adamam bu mənada. Başlayır iftixar eləməyə. Biz çoxuq, biz hamımız din əhli olmuşuq, nə bilim nə, Kərbalayılar, Hacılar, bunlar hamısı mənim ata-babalarımdır, yatıblar burada, ölülərlə də başlayır iftixar eləməyə. Bu toqquşur. Təkasürdə insan toqquşur. Niyə? Çünki ölüb gedib də onun öz, deməli, qoyunu qoyun ayağından asacaqlar, keçini keçi ayağından asacaqlar da. Bəhlul gülmürdü, Bəhlul danəndi. Harun da demişdi ki, Harun Rəşid, kim onu gülən yerdə görsə, böyük anam gözləyir onu. Bir nəfər qaça-qaça gəldi ki, Harun, mən Bəhlulu gördüm, gülür. Harada gülürdü? Qəssab dükanının qabağında. Gətirin onu bura, gətirin. Harun eşitdim, gülürdüm, bəli, gülürdüm. Nəyə gülürdün? Bu vaxta qədər fikirləşirdim ki, sən mənim qardaşımsan, cəmaata zülm eləyirsən. Mən cəhənnəmə gedəcəm ona görə. İndi isə qəssab dükanının qabağından keçəndə gördüm, yox, qoyunu elə öz ayağından asıblar, keçini də öz ayağından asıblar. Bunu onun ayağından, bunun ayağından asıblar. Bildim ki, sənin özünə əzab verəcəklər, mənim özümə öz işlərimə görə. Ona görə güldüm. Hər bir insanın öz işinə görə, hər bir insanın öz elədiyi əmələ görə ona dəyər verəcəklər, qiymət verəcəklər. Ona görə dəyərləndirəcəklər. Ötmə, əgər təkasür olarsa, toqquşar. Amma kovsər olarsa toqquşmaz. Kovsər eyni köklü sözlərdir də. Kovsər və təkasür eyni köklü sözlərdir. Kovsər budur ki, fəza genişdir. Nə qədər ötsün, stresi gəlmir, toqquşmayacaqsan, elə hey gedəcəksən. Amma təkasürdə budur ki, o tərifləyəcəksən, o tərifləyəcəksən, toqquşma olacaq. Misalını vurum, tutalım burada 5 nəfər isə, 5 nəfərdən əgər 2 nəfər rəis olmaq istəsə, bizim rəisimiz olmaq istəsə, toqquşacaq bu. Bunlar iki tərəfli başlayacaqlar intriq aparmağa. 2 nəfər bunun tərəfdarı olacaq, 2 nəfər bunun tərəfdarı olacaq. Hey toqquşacaqlar bunlar. Buna deyirlər təkasür. Bu toqquşur. Amma kovsər budur ki, tutalım bu 5 nəfərin, indi yenə də həmin 5 nəfəri, hamı özünə söz verir ki, mən təvazökar olacağım. Nə qədər istəyirsən təvazökarlıq elə. Toqquşmayacaq. Toqquşmayacaq. Yəni, ilahi işlərdə, kovsərdə toqquşma yoxdur, təkasürdə toqquşma var. Bu sibqət, bu ötmə ki var, ötmə də elədir. İlahi iş olduğuna görə fəza genişdir. Nə qədər istəyirsən, ötkilən. Bu ötmə də başqasından irəli gedim məsələsi deyil. Bu ötmə odur ki, gedim qardaşımı çəkim aparım özümdən. Bu ötmə o ötmədir. Və nəhayət gəlib çatsın 5-ci mərhələ imamətə. Olursan imam. Adam var öz ailəsində imam olur. Adam var öz kəndində imam olur. Adam var şəhərində imam olur. Adam da var dünyada imam olur. Aləmdə, tək dünyaya sığmır. İndi o adam ki, lap balacasına ailəsində imam deyil. Bu adam ki, özü imamlığı bacarmır. Bilmir ki, nə yaxşıdır, nə pisdir. Oğluna hardan öyrədəcək ki, oğlum, burada gülmək lazımdır, burada ağlamaq lazımdır, burada gülmək lazım deyil. Bu şeyləri hardan öyrədəcək? Gərək özü bilsin, gəlib imamətə çatsın, imam olsun, sonradan övladına öyrətsin. Bu cürdə şəhərin imam olanı da aid eləmək olar və dünyaya imam olanı da aid eləmək. Yəni, özü bilməlidir, yola bələd olmalıdır, başqasını da özü ilə aparmalıdır. Bu oldu təqvanın mərhələləri, yaxşı. Təqvadan sonraki mərhələ təxliyədir. Təxliyə nədir? İnsanda Allah Teala qüvvələr qoyub. O qüvvələrin içinə şeytani işlər gəlib qarışıbdır. Yəni, insanda həsəd var, paxıllıq var. Bunlar olmalıdır insanda. Niyə? Çünki ana bətində əgər insana Allah Teala bəzi şeylər veribdir ki, ana bətində lazım deyil. Dünyaya gələn kimi lazımdır. Bəzi şeylər də veribdir ki, ana bətində lazımdır. Bayra çıxandan sonra lazım deyil.
Məsələn, o göbək ki var, onunla bağlıdır anaya, o ana bətnində vacibdir insana. Amma bayıra çıxandan sonra qalsa insana maneədir. Və yaxud, çox üzr istəyirəm, sünnət. Ana bətnində lazımdır. İnsan bayıra çıxandan sonra, 6 gündən sonra oldu maneə. Gərək o kəsilib atılsın. Eləcə də bəzi şeylər var ki, ana bətnində lazım deyil, amma dünyaya gələn kimi lazım olacaq. Məsələn, ağciyər. Ana bətnində olanda əgər işləsə, insanın bədəni dolar su ilə, ağciyəri dolar su ilə öldürər insanı. Orada lazım deyil, o işləməməlidir. Elə ananın ağciyəri buna da bəs eləyir. Amma bayıra çıxandan sonra o işləməsə xətərdədir. Görürsünüz, doktorlar döyürlər uşağı ki, ayılsın, nəfəs alsın. Çünki o bayırda lazımdır insana. İndi Allah Teala insana bir sıra şeylər verir. Məsələn, nadanlıq, cahillik. İnsan cahil olmazsa, nadan olmazsa, ana bətnində o deyir, əqrəbin 5 dənə sortu var, əqrəbin. O sortlardan biri çox qara əqrəb deyirlər. Suda da yaşaya bilir, quruda da yaşaya bilir. İndi demək olar ki, nəsli kəsilibdir onun. O əqrəblər, anaları onları doğmur. Elə ki, ana bətnində görürlər yetişmişik, analarının qarnını cırıb çıxırlar bayra. Yəni, analarını öldürüb dünyaya gəlirlər. İndi bir insan əgər nadan olmazsa, cahil olmazsa, bilər ki, bu dünya gözəldir. Bu ana bətnini cırar çıxar da bayra. Ona görə nadanlıq lazımdır insana. Amma oğlanda 15 yaşına qədər, qızda isə 9 yaşına qədər bu cırılıb atılmalıdır. Yəni, təlim, tərbiyə ilə bu nadanlıq yerini verməlidir elmə. Yerini verməlidir elmə. Həsəd, paxıllıq, bunlar uşaqda olmalıdır. Əgər elə olmazsa uşağı becərmək olmaz. Məsələn, deyirsən ki, yemək verir, ana yemək verir, görürsən uşağa, deyir ki, bax, verəcəm daydaya. Uşaq deyir, yox, ver, mənimdir. Doğrudur. Yəni, bu paxıllıqlar olmazsa uşaq inkişaf eləməz. Bax, o səndən yaxşı oxuyur. Sən niyə yaxşı oxumursan? İkimizdən biri, kim yaxşı oxusa, məsələn, ona 10 manat pul verəcəyəm. Uşaqda o həsəd uşağı irəlilətir. Bir atda da var bu. Bir atdadır, bir də insandadır. Ki, at gördü ki, o bir at bunu keçir, istəmir keçsin. İstəyir və biraz da bəlkə. Bir də insandadır. İnsanda bu da olmalıdır, oğlan uşağında 15 yaşına qədər. 15 yaşından sonra yırtılıb atılmalıdır, getməlidir bu. 15 yaşına qədər uşağı tərbiyələndirməlisən ta bu yırtılıb getsin, qutarsın. İndi Allah Teala insanın bədənində, insanda qüvvələr qoyub. O qüvvələr, həsəd qüvvəsi var. Həsəd var, üzr istəyirəm, paxıllıq var, nə bilim, pis-pis rəzil sifətlər var da. Bu rəzil sifətləri, təkəbbür var. İnsan bu rəzil sifətləri tədricən bu 15 yaşına qədər yırtıb atmalıdır. Asan deyil, çətindir. Allah rəhmət eləsin. Seyyid Mehdi Bəhrül Ulum 85 yaşında, yoxsa ömrünün axırlarında, 85 il deyəsən yaşamayıb. Ömrünün axırlarında şükür səzdəsi elə. Tələbələr dedilər ki, nə oldu ağa? İndi hiss elədim ki, təkəbbürümü qıra bildim. Yəni, ölməyin 2-3 gün qalmış. Asan məsələ deyil. İndi bu, Allah Teala'nın qoyduğu bu ilham elədiyi bu pis xislətlər ki var, insana lazım olub, sonradan insan bunu yırtıb atmalıdır mənasında olanlar, bunları insan bədənindən bir-bir paxıllığı tərk eləməlidir, həsədi tərk eləməlidir, yalan danışmağı tərk eləməlidir. Bunların hamısını tərk eləməlidir. Buna deyirlər təxliyə, evakuasiyada, yəni köçürdüsən buradan başqa yerə. Alimlər ixtilaf eləyirlər ki, ondan sonra təzədən ora bir şey əkmək lazımdır, yoxsa elə özü-özünə düzələcək. Allah Teala əkibdir orada. Bəzilər deyirlər ki, elə bu pislikləri təmizlədin, özü-özünə onlar düzələcək. Bəzilər deyirlər, yox, yaxşılıqları əkmək lazımdır ora. Əkmək. Hətta Şeyx Tusi rəhmətliyin aksiomaları var ki, deyir ki, görürsən ki, xəsissən, o qədər xərclə özü səxavəti öyrət. Görürsən ki, biri barəsində pis fikir desən, o qədər ona dua elə ki, özü xasiyyətləri bildirər. Yəni, yaxşı şeyləri əkməlisən ora. Birincisinə deyirlər təxliyə, ikincinə deyirlər təhliyə. Əxlaq ustadları deyirlər ki, bir nəfər bu təhliyə gəlib çatmasa, əxlaq dərsi deməyə gücü çatmaz. Çünki özü bələd deyil, necə bələdçilik eləyəcək? Təxliyə və təhliyənin əxlaqda, sizin sualınız belə olmuşdu da. Əxlaqda rolu. Əxlaqda rolu budur ki, insandan çirkabları, əxlaq rəzilliklərini təmizləyir və əxlaq gözəlliklərini, fəzilətlərini ora əkir. Təxliyə və təhliyə də aydın oldu bizə, əziz ustad. Allah sizdən razı olsun. Çox sağ olun, həqiqətən gözəl mövzu idi.
Artıq proqramımızın sonuna çatdıq. İzləyicilərlə də sağollaşaq. Növbəti buraxılışda inşallah davam eləyərik bu mövzumuzun ardını. Bəli, əziz izləyicilər, proqramımızın sonuna çatdıq. Növbəti buraxılışda görüşənə qədər Allaha əmanət olun.